Salam qızlar. Demək olar ki, artıq birazdan evdən çıxmalıyam, lakin hələ ki kombin seçməmişəm. Fikirləşdim ki, kombinimizi bərabər seçək. Bu katan polo şalvar geyinmək istəyirəm. Həm çox rahatdır, həm də ki çox gözəldir və bu gün hava biraz sərin olduğuna görə tam uyğundur. Qızlar, mən geyindim, gəldim və gələndə özümə bərabər 3 dənə kofta gətirdim, bir yerdə yoxlayaq. Deməli, getdim pololu futbolkanı geyindim. Ancaq bilmirəm, qərar verə bilmədim. Sizcə belə qalsın, yoxsa gedim crop geyinim? Futbolkanı dəyişdim. Mənə gəlir ki, bu crop çox gözəl oldu digər futbolkadan. Qızlar, getdim, digərini də geyindim, gəldim sizə göstərmək üçün. Bunu tam arxadan da bağlaya bilərik. Gətirib öndən də bağlaya bilərik. Qızlar, deməli belə bir krasovkalarım var. Kamerada çox açıq rəngdə görünür. Bunları yoxlayım və göstərim. Digər krasovkanı da geyindim. Yəni hansını daha çox bəyənsəniz, onu geyinəcəm. Qızlar, 2 dənə çanta ilə gəldim. Biri belə bej rəngdə, biri isə ağ rəngdədir. Rəng dəyişikliyi edib bej rəngi götürə bilərik. Risk almayıb ağ rəngdə götürə bilərik. Bu qızlar, siz şərhlərdə öz fikirlərinizi bildirməyi unutmursunuz. Çünki mən hamısını bir-bir oxuyacağam. Hansı parçanı bəyəndiniz, bəyənmədiniz, onu qeyd edirsiniz. Hələlik bu qədər.